Bu videomda sizə 31-dən başlayaraq tapşırıqların izahını təqdim edəcəm. 31-də nə deyir? Bərabərsizliklər sistemini həll edin. Gəlin baxaq. Burada deməli birinci tənlikdə x-ları sağa, sola daha doğrusu ədədi sağa çeviririk, keçiririk. Burada da x-ları sağa, ədədi sola keçiririk. Deməli, yerlərin yerə səhv dedim. Bəli. X-ları sola, ədədi sağa keçirdik və indi bir yerdə hesablayaq. Yuxarıda birinci tənlikdə 3x kiçikdir 6, aşağıda 2x böyükdür bərabərdir 8. Birinci tənlikdə hər tərəfi 3-ə bölürük. X kiçikdir 2. İkinci tənlikdə 2-yə böləndə x böyükdür 4. Nəsə, özə mənfi 8 idi, hə? Mənfi 4 olacaq. Mənfi 4-dən böyük, 2-dən kiçik ədədlər istəyir, amma mənfi 4 daxildir. Bu oldu birincinin həlli. İkincidə yenə eyni qayda ilə ədədləri x-ları keçirək sola, ədədləri sağa. Yenə x-ları sola, ədədi sağa. Bizə nə verəcək burada? Birinci tənlikdə x kiçikdir bərabərdir mənfi 5. İkinci tənlikdə mənfi x kiçikdir bərabərdir 9. X mənfi olduğuna görə x mənfidən azad eləyəndə bərabərsizliyin işarəsi də dəyişir. Və mənfi 9. Mənfi 9-dan böyük hər ikisi daxildir. Mənfi 9-dan böyük, mənfi 5-dən kiçik. Bu da belə. İndi üçüncüyə baxaq. Üçüncünü necə yazacaq? Üçüncüdə də yenə x-ları bir tərəfə, ədədi bir tərəfə keçirəcəyik. Gəlin baxaq. Üçüncü tənliyimizdə deməli, bərabərsizlikdə x-lar yenə sola, ədəd sağa. X-lar yenə sola, ədəd sağa. İndi baxaq, birinci tənlikdən alır mənfi x, mənfi 1-dən böyük. İkinci tənlikdə mənfi x 4-dən kiçik. Hər ikisində x mənfidir. Mənfidən azad eləsək, 1-dən kiçik, mənfi 4-dən böyük. Mənfi 4-dən böyük. Deməli, mənfi 4 daxil deyil. 1 amma daxildir. İndi dördüncüyə baxaq. Dördüncüdə dörddə x qalır yerində. 3-ün üstünə 3 gəlirik. 3-ü keçiririk bərabərsizliyin sağına. Burada da 4-ü keçirəcəyik. Və 2x böyükdür bərabərdir 6. Burada 3x kiçikdir 21. Yuxarını 2-yə böləcəyik. 3-dən böyük. Aşağını 3-ə böləcəyik 7-dən kiçik. 3-dən böyük, 7-dən kiçik. 3 daxildir, 7 yox. 5-ciyə baxaq. 5-cidə y qalır yerində. 15-dən 3 çıxırıq. Aşağıda 3y qalır. Ondan 2 çıxırıq. 3y kiçikdir 12. Burada da mənfi 3y kiçikdir 8. Deməli, yuxarını 3-ə bölsək, y kiçikdir 4. Aşağıda isə mənfi 3-ə bölsək, mənfi 3-də 8. Yəni, bu o deməkdir ki, mənfi 2 tam 3-də 2-dən böyük, 4-dən kiçik. Bu 5-in həlli. İndi 6-ya baxaq. 6-cıda yenə y qaldı solda. Ədəd keçdi sağa. 1,3 çıxılsın 2. Və yuxarını baxın. 2y kiçikdir mənfi 2. Yəni, böyükdür mənfi 2. Aşağını 10-a vursaq hər tərəfin. Mənfi 3y 13-dən də 20 çıxsaq, mənfi 7. Və birinci tənliyin hər tərəfini 2-yə bölsək, mənfi 1-dən böyük. İkinci tənlikdə mənfi 3-ə bölsək, bərabərsizlik istiqamətini dəyişəcək. 7-də 3. Bu o deməkdir ki,
2 tam 3'də 1 deməkdir. 3'də 7. Bu o deməkdir ki, burada olacaq mənfi 1-dən böyük. 2 tam 3'də 2 1-dən kiçik. Sonra 32'də 2 qat bərabərsizliyi həll edin deyir. 2 qat bərabərsizliyi uşaqlar heç də çətin deyil. Necə həll olunmalıdır? Birinciyə baxın. Hər tərəfi də mənfi 1-i çıxmalıyıq. X-ı tək saxlayaq deyə mənfi 1-i çıxacağıq. Yəni X-ın yanında ədəd 0-a geçsin. Mənfi 1'imiz burada olacaq. Mənfi 1 çıxanda mənfi 7. X-ın yanında müsbət 1-dən mənfi 1 çıxırıq. 0-a gedir. X qalır. 16'dan 1 çıxanda 15. Yəni burada olur bu şəkildə. Yəni mənfi 7-dən böyük, 15-dən kiçik. İkincidə hər tərəfdən 4 çıxacağıq. Və burada olacaq mənfi 14, mənfi 2x 0 və hər tərəfi 2-yə böləcəyik. Həm də x-in yanında bax, mənfi 2x-dır. Mənfidən azad eləmək üçün 2-yə böləndə mənfi 2-yə böləcəyik. Yəni 2x 0 üstə 2-yə bölsək 0-dır. Yəni 2-yə böldükdə mənfi 2-yə böldük. X-in yanında 2 getdi. X-imiz olur 0-dan böyük, 7-dən kiçik. Bu oldu 2-nin həlli. İndi isə 3-ə baxaq. Üçüncüdə uşaqlar necə olacaq? Üçüncüdə hər tərəfdən 3 çıxacağıq. Və olacaq mənfi 8, mənfi 40, 3. Mənfiyə bölsək hər tərəfin. Mənfi 3-dən böyük, 8-dən kiçik aralıq. Dördüncüdə hər tərəfin üzə 4 çıxırıq. Mənfi 6, 3 yığırıq, 11. 3'ə böləndə mənfi 2, 11 böl 3. Bu da olur mənfi 2-dən böyük, 3 tam 3'də 2-dən kiçik. Bu da oldu 4'ün həlli. İndi isə 5'ə baxaq. 5-cidə olacaq 32'nin 5-cisində olacaq. Hər tərəfi üstünə 6 gəlik. 2 qısçıq 6 üstə gəl 6. 9'un da üstünə 6 gələcək. Və olur mənfi 1. 6'lar getdi 0'a. 15. Hər tərəfi 2'yə bölürük. Mənfi 2'də 1. X 2'yə böləndə 15 bölünsün 2 alınır. Burada aralıq olur mənfi 2'də 1'dən böyük. 7 tam 2'də 1'dən kiçik. Bu belə. İndi isə 6'ya baxaq. 6'da deməli, bunu heç pozmağın vaxtı yoxdur. 6'da necə yazacağıq? 6'da hər tərəfin 5 çıxacağıq. 9 çıxılsın 5. 3x üstə gəl 5 çıxılsın 5. 10 çıxılsın 5. Hər tərəfdən 5 çıxanda mənfi 14, 3x 5. Hər tərəfi 5'ə bölük. X 3'də 5. Və burada fikir verin. Mənfi 14'ü 5'ə böləndə mənfi 2 tam 5'də 4. 3'də 5 ara. 1 tam 3'də 2 aralığında. Sonra davam edirik 7 ilə. 7'də deməli, birinci hər tərəfdən 7 çıxacağıq.
7 çıxacaq. -17, -2x, -3. Hər tərəfi -2-yə böləndə işarə də dəyişəcək. -2-yə böldük, x qaldı. 2-də 3. Bu da nə deməkdir? 2-də 3. 1/2-də 1-dir. 8/2-də 1. Sonra 8-ci-də 8-ciyə baxaq. -6 çıxırıq. 6 çıxılsın, x çıx 6. 8 çıx 6. Və davam edirik. Hər tərəfi mənfiyə böləndə bu da olur -2-dən 10-a. Bu aralıqda. Sonra davam edirik. Görək burada nədir? 2 qat bərabərsizliyi həll edin deyir. Uşaqlar, baxın, birincidə 2 qat bərabərsizliyi həll etmək üçün hər tərəfi 4-ə vuracaq. 4-ə vuracaq ki, 4-lər ixtisar geçsin. Eləmi? Burada -1-i də vuracaq 4-ə. Bu da 4-ə vuracaq. Burada 4. 4-lər ixtisar gedir. Qalır -4, 2x -1, kiçikdə 16. Hər tərəfin üzərinə 1 gələndə -3 olacaq. 2x 1 0-a gedir. 16-ın üzərinə 1, 17. Hər tərəfi 2-yə bölməliyik. 2-yə böləndə burada 2-də ixtisar gedəcək. Onda olacaq -1/5-dən böyük, 8/5-dən kiçik. Bu bərabərsizlik 1/5 daxildir. -1/5 daxildir. 8/5 daxil deyil. Davam edirik. Bu birincinin həlli. İndi isə ikincinin həllinə baxırıq. İkincidə belə yazacağıq. Neçə saniyə gözləyin. İkincidə də hər tərəfi pozmağa imkan vermir. İkincidə də hər tərəfi yenə 4-ə vuracağıq. 4-ə vuracağıq ki, ixtisar geçsin. Hər tərəfi vururuq 4-ə. Bu 4-lər ixtisar gedir. 4/5 4-ə vuranda 16, 18, 2x -1. Bu da 16. Hər tərəfin üzərinə 1 gələndə bu 0-a gedir. Burada qalır -17, 2x 1 gəlir 17. Hər tərəfi 2-yə bölürük ki, x-in yanında 2 ixtisar geçsin. Olur -8/5-dən böyük. 8/5-dən kiçik. Deməli, bu bərabərsizlikdə ara -8/5-dən böyük, 8/5-dən kiçikdir. İndi 3-ə baxaq. Hər tərəfi 3-ə vururuq. 3-ə vuranda 3-lər ixtisar gedəcək. Qalır -6. 2 çıxılsın 4x. 3. Kiçikdir 3. Hər tərəfdən 2 çıxsaq, -8, 2 çıxdıq 0, 4x, 2 çıxmışıq 1. Hər tərəfi -4-ə bölsək və -4-ə böləndə bərabərsizliyin işarəsi də dəyişəcək. Olacaq -4/1-dən, daxildir özdə -4/1, böyük 2-dən kiçik. Hər ikisi daxildir. Sonra davam edirik. Davam edək, baxaq. Dördüncüyə. Dördüncüdə hər tərəfi 2-yə vururuq. 2-yə vuracağıq. Burada olacaq -14. Hər tərəfdən 3 çıxsaq, -17, 2x, 3 çıxanda 9. Hər tərəfi 2-yə bölsək, olacaq -8-dən böyük, 4/5-dən kiçik.
Deməli, -8-dən böyük, 4,5-dən kiçik qiymətlər. Sonra davam edərək 5 ilə. Hər tərəfi 5-ə vururuq. Hər tərəfi 5-ə vururuq. 5-ə vuranda ixtisar gedir. Olur -15. 2x üstə gəl 4. Kiçikdir 20. Və burada hər tərəfdən 4 çıxanda -19. 2x 16. Hər tərəfi 2-yə bölək. -9,5-dən böyük. 8-dən kiçik. -9,5 daxildir. Amma 8 daxil deyil. Davam edirik. Hər tərəfi 3-ə vururuq. 3-lər ixtisar gedir. 6-dan böyük. 21-dən kiçik. Hər tərəfə 6 gəlsək. 27, eləmi? Hər tərəfi 3-ə bölürük. 4-dən böyük. 9-dan kiçik. 4 daxildir. 9 daxil deyil. Yox, daxildir. Hər ikisi daxildir. Yox, düz demişdim də, daxil deyil. Burada səhvən götürmüşəm. Hə, 9 daxil deyil. Belə. İndi keçdik 34-ə. Bərabərsizliyi həll edin deyir. Bu bərabərsizliyi necə həll edəcəyik uşaqlar? Baxın. X mütləq və mütləq -5-dən fərqli olmalıdır. 0-dan böyük olsun deyə. Amma yuxarıda fikir verin. Yuxarıda isə x kvadratına görə həmişə onsuz da, yuxarıda onsuz da həmişə müsbət alınacaq. Bizim işimiz məxrəcdəndir. Məxrəci də müsbət almalıyıq ki, məxrəci də müsbət almalıyıq ki, bu bərabərsizlik müsbəti müsbətə böləndə müsbət olsun. Burada alacaq -5-dən böyük qiymətlər. -5-də daxil deyil. -5-də müsbət sonsuzluğa. Sonra 35-in ikincisiyə baxaq. İkincidə məxrəc həmişə müsbətdir. Surəti də mənfi almalıyıq ki, 0-dan kiçik olsun. Onda x-8 kiçikdir 0 olmalıdır. Belə çıxır ki, x 8-dən kiçik qiymətlərində 0 olacaq. Mənfi sonsuzluq 8. 8 özdə daxil ola bilər. Çünki surət 0 ola bilər. Deməli, burada 3-də məxrəc 0 ola bilməz. Mütləq və mütləq 4-dən fərqli olmalıdır. Surətdə müsbət alınır deyə 0-dan böyük olması üçün məxrəc də müsbət olmalıdır. X-in 4-dən böyük qiymətlərində. 4-dən müsbət sonsuzluğa. Burada məxrəc həmişə müsbətdir. Mənfi qiymət alması üçün surət mənfi olmalıdır. Özdəki bərabər 0 olacaq deyə kiçikdir, bərabərdir. Yəni, burada da -2, mənfi sonsuzluq, -2 qiymətində. Davam edirik. -2 də daxildir. Bu mötərizə yox, daxili mötərizəsi. Hə, qapalı mötərizə. Sonra 35-də baxın. Burada bir əmma var. Hə, biz burada müsbət idi hamısı, kvadrat olanlar. Bəli, müsbət idi. Mənfi olsaydı vəziyyət dəyişərdi. Burada məxrəc onsuz da 0-dan böyükdür. Amma biz surəti də mənfi qiymət alsın deyə 0-dan kiçik götürməliyik. Burada kvadrat olduğuna görə mənfi müsbət 4-ü aralıqda yoxlamalıyıq. Mənfi 4, müsbət 4. Gəlib baxaq. Mənfi 4-dən sola, mənfi 5 qoyanda, 25-dən 16 çıxanda, 25-dən, yəni burada qoyub yoxlayırıq. 25-dən 16 çıxanda müsbət. Mənfi 4-dən 0 qoyanda 4 aralığına mənfi, yenə 5 qoyanda müsbət. Bizə mənfi aralıq lazımdır. Mənfi 4 və 4 aralığında. Sonra ikincidə məxrəc həmişə müsbətdir. Surəti də müsbət qiymətini almalıyıq. Onda böyükdür, bərabər 0. X mənfi müsbət 5 ala bilər. Mənfi müsbət 5 ala bilərsə, o da aralığı götürürük. Mənfi 5, müsbət 5.
Mənfi 6 götürəndə 36-da 25 müsbət. Mənfi 5-də 5 alsa 0 götürəndə mənfi, 6 götürəndə yenə müsbət. Bizə də 0-dan böyük aralıq lazımdır. Mənfi sonsuzluq, mənfi 5 daxildir. Müsbət 5-də birləşmə, burada davam edirik. Deməli, yenə burada məxrəc müsbətdir. Müsbət olması üçün surətlə müsbət olmalıdır. X-in mənfi müsbət 6 qiymətini araşdırırıq. Mənfi 6 müsbət 6. Mənfi 7 qoyanda müsbət olur. 0 qoyanda mənfi. Deməli, 0-dan böyük mənfi sonsuzluq mənfi 6. Birləşmə 6-dan müsbət sonsuzluğa. Sonra 3 dənədir burada.